Azərbaycan 2026-cı ildə büdcə tarixində yeni bir mərhələyə qədəm qoyur. Dövlət xərcləri 41 milyard manatı keçəcək. Artım var, amma millət vəkillərini düşündürən tək rəqəmlər deyil. Bu vəsaitin necə və hara xərclənəcəyi, bölgələrdə real problemləri necə həll edəcəyidir. Milli Məclisin aqrar siyasət, ailə, qadın və uşaq məsələləri, elm və təhsil komitələrinin birgə iclasında bu yöndə bir sıra məsələlər gündəmə gətirildi. Qarabağ Regional Mədəniyyət İdarəsinin bir daha avtobusu yoxdur. 10 rayonu təmsil eləyir. Ştatlar yoxdur. Ştatlar hamısı ləğv olunub gedib. Gözəsi ştatı ləğv olunub, xadimə ştatı ləğv olunub, digər ştatlar ləğv olunub. Bu adamlar bir əsgərlə görüşə gedirlər. Ancaq imkan tapmır ki, bu musiqi alətlərini hara qoysunlar, bu oxuyanlar, çalanlar nə ilə geçsinlər, nə ilə gəlsinlər. Bilirsiniz, bunun üçün bir qayğı, diqqət lazımdır. Mən yenə də deyirəm. Xadiməni, gözətçini, başqasını ləğv eləmək asaddır. Ancaq onlara çörək vermək lazımdır. Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova isə məktəbə qədər təhsil müəssisələrinin az olmasının qadınların əmək bazarına çıxışına mənfi təsir göstərdiyini bildirdi. Əslər olsun ki, qadınların çox böyük bir hissəsi əmək bazarında aktiv iştirak edə bilmir, Emin müəllim. Bunun əsas səbəblərindən biri də məktəbə qədər təhsil müəssisələrinin çatışmamasıdır. Doğrudur, bu göstərici əvvəlki illərlə müqayisədə artmışdır. Lakin uşaq bağçaların, eləcə də gün ərzində qayğı mərkəzlərin az olması, bəzi rayon, qəsəbə və kəndlərdə heç olmaması qadınları işləmək imkanlarından məhrum edir. Müzakirələr zamanı təhsil sahəsindəki digər problemlər də dilə gətirildi. 70-ci illərdə Ümumi Lider İdarələri tərəfindən Azərbaycanın bütün bölgələrində 2 mərtəbəli məktəb tikilmişdi. Mən də o məktəblərin tələbə olaraq birində iştirak eləmişdim. Bugün o məktəblər əvvəlki gücündə deyil, əvvəlki gözəlliyində deyil. Bugün onun təmirə ehtiyac var. Amma onun problemi nədir? Bəzən elə olur ki, o zaman bir məktəbdə 1600-2000 uşaq oxuyurdu, ancaq bugün orada 200 uşaq oxuyur. Onda bütün məktəbi təmir etmək mümkün olmur. Amma hansı yolla olursa olsun, məktəb səliqəli olmalıdır. Yaxşı xəbər ondan ibarətdir ki, son 5 il ərzində qəzalı məktəblərin sayı təxminən 2,5 dəfə azalıb. Yəni biz 1000 məktəbdən 400 məktəbə qədər enə bilmişik. Bu hər il orta hesabla 100 məktəb deməkdir və mən yenə bir daha ölkə rəhbərliyinin bu məsələyə göstərdiyi xüsusi diqqət və qayğını qeyd etmək istərdim. Yerdə qalan təxminən 400-dən az məktəbimiz var ki, bunların hal-hazırda əsaslı şəkildə ya əsaslı təmir ya da yenidən tikilməsinə ehtiyac var. Bu məsələnin həlli yəqin ki, bir mənalı olaraq hər il bu istiqamətdə ayrılan maliyyə vəsaitindən birinci növbədə asılıdır. Eyni zamanda büdcə müzakirələrində kənd təsərrüfatı və gömrüklə bağlı məsələlər də gündəmə gətirilib. Nazirlik nümayəndələri millət vəkilləri ilə birgə qarşıdakı il üçün büdcə proqnozlarını təhlil edib təklif və tövsiyələrini veriblər. Qasım Xuluflu, Atababa Vəliyev, İTV Xəbər.